Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Bu günlərim Qazi Elnur Qabiloğlu Səmədovun cənnətdəki doğum gündür. Allahdan valideynlərinə səbir diləyirik. Özümüzə boş böldük ki, gələk bu tədbiri işıqlandıraq. Salam olsun. Sallallahu aleyhi ve aleyhi ve sellem vel Kur'anil hakim inneke ala minel mursalin ala sıratın mustaqim tanzil al-azizil mukim litunzira kavmen ma unzira abahum ve yafahum fihim لقد حق القول على أكثرهم فهم لا يؤمنون إنه جعلناه في عناقه مغلالا فهي إلى الأذقان فهم ruhları şad, ruhlarına sağ et. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد اللهم صل على محمد Allah ruhu şad eləsin. Dəyərli olan şəhid valideynləri, günləri Elnur qardaşımızın anı tədbirinə toplaşmışıq və düşünürəm ki, hər birimiz üçün biz ziyarətə gəlmişik, hər birimizin hər zaman qürur duyacağımız bir uzağa gəlmişik. Onların qəhrəmanlıq nümunəsidir, qəhrəmanlıq şücaətini onlar hər zaman biz xatırlayacağıq. Mən bütün şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirəm, Allahdan rəhmət diləyirəm. Onları öydən bax, sizlərin qarşınızda baş əyirəm və düşünürəm ki, qəhrəmanlıq bizim tariximizdə əbədi yaşayacaq qəhrəmanlar. Bunlar tək bugün üçün yox, tək bugünkü nəsillər üçün yox, həm də gələcək nəsillər üçün hər zaman bizim üçün vətəni torpağı sevmək nümunəsini ortaya qoydular və onlar hər zaman bizim üçün qəhrəman olaraq yaşayacaqlar və siz qürurla, fəxarətlə onların qəhrəmanlığını hamımız qeyd edirik və vətəni torpağını izləyəcək bu nümunəni canların, qanların sübut elədik və Müzəffər Ali Başkomandanımızın təmir yumruq ətrafında birləşərək Müzəffər Ali Başkomandanın qətiyyəti, cəsarəti, Azərbaycan ordusu gücü qüdrəti ilə, Azərbaycan xalqının təmir birliyi ilə bizim xalqın qəhrəman xalq olduğunu bütün dünyaya göstərdilər. Hörmətlərimiz, şəhidlərimiz, bizim səfərətlərimizdir, fəxr olması yerimizdir. Belə ki, onların əməyi, zəhməti nəticəsində, bütün ərzində bizim torpaqlarımız azad olundu, bütün hadisələr əməliyyat nəticəsində şəhid olan şəhidlərimizin qanı alındı, qürur yerimizdə 200 ildən artıq bizim ərazimizdə yaşayan ermənilər çıxarıldı. Sovetin dövründə hakimiyyət bizim olsa da Qarabağda bizim sözümüz keçmirdi, bizim qanunlarımız işləmirdi. Amma bugünkü gündə Qarabağ torpağında bütün müstəqilliyimiz, suverenliyimiz hamısı bərpa olundu, hamısı şəhidlərimizin əməyi nəticəsində. Qudar müəllim, sizə təşəkkür edirəm. Allah razı olsun. Vida mərasimində ehsan süfrəsi var. Veriləcək hamımız dəvətlisiniz, xahiş edirəm hamımızdan olar. Allah razı olsun.
Ona göre bugün Ramazan ayıdır. 11 ayın sultanı Ramazan ayı. Bugün oruç tutanların oruçlarını Allah Teala kabul etsin. Bütün Allah Teala sizin dualarınızı işitsin. Allah bizim ibalarımızı cennette mehriban eylesin, cennette. Bəli, onların yeri cennet olmalıdır. O biz atalar, analar, arxain olarak bəli, bizim balalarımız cennettedir. Bir yerdədirlər. Ve biz de bugün biz aziz balamızın mevludunu burada qeyd edirik. Yani onun ruhu şaddır. Onun mukabilinde bütün şehit evlatlarımızın ruhları şaddır ki bəli, biz onları unutturmuyuq. Bəli, onlar öz şirin canlarından, aziz canlarından keçiblər. Bizim için, bu vətən için, bu torpaq için. Bəli, ve biz de bizim borcumuzdadır. Bunları şehitleri biz unutmayaq ve unutturmayaq. Onların ruhları şad olsun. Onların yeri cennettir. Biz atalara, analara, biz elə oğullar vermişik. Biz qəhrəman atayıq, qəhrəman anayıq. Biz əbədi qəhrəman atayıq, qəhrəman anayıq. Allah Teala bize sabır versin. Sizlere de can sağlığı versin. Biləm, Allah oruçlarınızı qəbul etsin. Allah Ramazan ayı münasebetinde sizi tebrik edebilir. Sağ olun. Baş daşına sarılıram. Baş daşına sarılıram. Hönkür hönkür ağlayıram. Balam, balam sənə yalvarıram. Nə olar ged evimizə. Mənə üzür bu sənsizlik. Demirəm ki bir dəfəlik. Qurban olum bir gecəlik. Nə olar? Nə olar? Ged evimizə. Başımda ağ dənə xatir. Başımda ağ dənə xatir. Gözdə duman, çənə xatir. Rəhm eyləsən mənə xatir. Nə olar oğul? Nə olar? Gedə evimizə. Rəvadırmı sənsiz qalam? Gül qoxunu daşdan alam. Oy şəhid balam, igid balam. Nə olar? Nə olar gedə evimizə. Şəhidliyə çatan balam. Şəhidliyə çatan balam, torpaq altda yatan balam. Xəstə düşüb atan balam. Xəstə düşüb atan balam. Nə olar? Gedə evimizə. Oyan gedə evimizə. Vətən üçün verdin canı. Torpaqlara səpdin qanı. Ağlar qoydun sən balanı. Nə olar oğul? Oyan gedə evimizə. Qardaşların çox darıxır. Həsrət çəkir. Ürək sıxır. Gözlərindən qan yaş axır. Nə olar? Nə olar ay balam? Nə olar? Gedə evimizə. Aylar illər sənsiz gedir. Aylar illər sənsiz gedir. Bacıların üsyan edir. Verdiğin bu əzab nədir? Ay balam, nə olar? Oyan gedə evimizə.
Nə olar gedək evimizə. Axı vardı xəyallarım. Yarım qaldı arzularım. Sənə həsrət qalıb. Sənə həsrət qalıb yarım. Ömür vəfa eylə hələ yaşları, onsuz da yazılıb qara talihim. Bitməyib gözlərin heç intizarı, açıbdır köksümdə yara talihim. Nə əl uzatdım çevrildi boşa, nadanlar sevgimi vurdular daşa. Nə dərdlər gəlmədi bəlalı başa, sanki məni saldı görə talihim. Dünyanı gözümdə yaş eylədilər, ömrümü günümü boş eylədilər. Sevsəm də hicrana tuş eylədilər, gör məni gətirib hara talihim. Çevirdim dərdimi sözə nağıla, etibar qalmayıb qıza, oğula. Görüm bu taleyi elə dağıla, açılıbdır köksümdə yara talihim. Gör məni gətirdin hara talihim.